Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Gələn il yanvarın 1-dən etibarən Azərbaycanda özəl sektorda gəlir vergisinə tətbiq olunan güzəştin müddəti başa çatacaq. Hələlik müddətin uzadılıb-uzadılmayacağı barədə rəsmi açıqlama verilməyib. Xəbər verilir ki, güzəşt 2019-cu ildən tətbiq edilir. Güzəştlərə əsasən yalnız hazırda özəl sektorda 8.000 manatdan yuxarı olan maaşdan 14% vergi tutulur. Güzəştlər ləğv edilərsə, maaşın 2500 manatadək hissəsindən 14%, ondan çoxlanan hissəsindən isə 25% vergi tutulacaq. İqtisadçı ekspert Xalid Kərimli açıqlamasından qeyd edib ki, 2019-cu ilin yanvar ayından tətbiq edilən bu güzəştin əsas məqsədi cəmiyyətdə işə götürənlərin və işçilərin əmək haqqlarının rəsmiləşdirilməsinə, belə vergilərin ödənilməsinə marağının artırılmasına nail olmaq idi. Güzəşt yalnız özəl sektor, qeyri-dövlət və qeyri-neft sektoru üçün nəzərdə tutulmuşdu. Beləliklə, neft sektoruna aid olmayan bütün özəl şirkətlər bu güzəştdən yararlanmış oldular. Bu güzəştin müddəti 7 il müəyyən edilmişdi. Hazırki proqnozlar isə onu göstərir ki, dövlət bu müddəti uzatmağa planlaşdırmır. Məhz bu səbəbdən də artıq vergi yığımlarının artacağı gözlənilir. Bu isə onu deməyə əsas verir ki, həm şirkətlərin, həm də vətəndaşların üzərinə düşən vergi yükü əvvəlki səviyyəyə qayıdacaq və ya artacaq.